Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-sində ödənilməsi nəzərdə tutulub. Bu barədə Nazirlikdə məlumat verilib. Beləliklə, Respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. Bu barədə Dost TV-nin efirində yayımlanan sosial saat verilişində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Departament Müdürünün müavini İlkin Yusifov məlumat verib. O bildirib ki, geri dönməz proseslər olduqda müəyyən anomatik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur. Həmçinin əlilliyin qiymətləndirilməsi qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100% aralığında birinci dərəcə ardıcıl olaraq 4 il, 61-80% aralığında ikinci dərəcə ardıcıl olaraq 10 il və 31-60% aralığında üçüncü dərəcə ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz təyin edilir. Bundan başqa qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.